Salam. Uzun müddətdir YouTube çəkmirdim. Burada oturduğum üçün də çox xoşbəxtəm. Ə, Məncə elə mövzumuza başlaya bilərik. Bu gün nə elmi faktlardan danışmayacağam, nə hər hansı bir metodikadan danışmayacağam. Bu gün çox sadə bir mövzudan danışacağam. Danışmaq istəyirəm daha doğrusu. Duyğularımızdan. Zaman-zaman yaşadığımız duyğularımızdan, hansı ki, bəzən onun fərqində oluruq, bəzən fərqində olmuruq. Bəzən tam bu hissəmizə qədər gələn, yığılan sözlər, göz yaşı, danışa bilməmək, boğulma hissi və s. Əminəm ki, zaman-zaman hamısını saydığım və saya bilmədiyim, sadalaya bilmədiyim duyğuların hər birini hamımız yaşamışıq. Danışmaq istəmişik, danışa bilməmişik. İnsanlar içində ağlamaq istəmişik, ağlaya bilməmişik və s. və s. Amma bir zaman kəsiyi olur ki, hər şey keçir, hər şey bitir. Həmin o dövr bitir və siz başqa bir dövrdəsiniz. Amma həmin o keçmiş dövrdəki yaşamalı olduğunuz duyğuların heç birini yaşamamısınız. Sadəcə o hadisələr bir-birini əvəzləyib və siz gəlib növbəti bir həyat periodunuza çatmısınız. Amma duyğuların heç birini yaşamamısınız. Və o dövrdən, o zamandan bu zamana da o duyğuları özünüzdən yaşanmamış. Duyğuları özünüzdən gətirmisiniz. Bilirsiniz, bədənimizin çox maraqlı mexanizması var. Əgər siz bu gün lazım olan, yaşanması vacib olan duyğunu, hissi yaşamırsınızsa, o sizin bədəninizdə qalır. Və bədən onu mütləq bir şəkildə özünü göstərir. Əvvəl ya da axır bunun bir fərqi olmur. Özünü göstərir, mütləq ki göstərir. Ya məsələn bunu əvvəlki videolarımda danışmışdım. Bu tam olaraq psixofiziologiyadır. Ona görə hər zaman deyirəm, duyğularımız çox önəmlidir. Biz onları görsək də, görməsək də. Bir dəfə bir seansdaydım. Bir gənc xanımla çalışırdıq. Seansların ortasında artıq o fərqindəlik dövrü başlayanda belə bir cümlə işlətdi mənə ki, hər zaman yaşayırdım bir hadisələri və bitirdi. Amma bitəndən sonra içimdə bir əksiklik duyğusu qalırdı ki, elə bil ki, nəsə tamamlanmayıb, nəsə yaşamayıb. Mən indi başa düşürəm ki, o yaşamayan şeylər mənim duyğularım imiş. Bəzi şeylərin əksikliyini hiss eləyirik, amma o əksikliyini hiss etdiyimiz şeyin tam olaraq nə olduğunu bilmirik. Yəni bir əksiklik var, amma nədir bilmirik. Bəs bu duyğular ümumilikdə niyə içimizdə qalır? Biz onları niyə ifadə edə bilmirik və ümumiyyətlə ifadə etmədiyimizin də fərqində olmuruq. Duyğular o zaman ifadə edilmir ki, onun kökündə hər hansısa bir duyğu ola bilər. Rədd edilmək duyğusu, qəbul edilməmək və s. İkinci bir halda isə bu uşaqlıqdan bizə öyrədilməyən bir davranış mı deyim, ya biz bunu sərgilədiyimiz zaman aldığımız əks reaksiyalar mı deyim, hər biri buna münbit şərait yaradır. Məsələnin digər bir hissəsi isə ifadə edilməyən duyğuları niyə özümüzdə anlamırıq? Ümumiyyətlə, niyə fərqində olmuruq? Çünki bizim cəmiyyətdəki insanların bir çoxu o qədər fokuslanır ki, qarşı tərəfə hər kəsin razı olsun, hər kəs üçün hər şey yaxşı olsun və o özümüzə ayırdığımız zaman o qədər limitlənir ki, bəzən isə ümumiyyətlə olmur. Nəticədə nə özümüzün düşüncələrimizdən, nə duyğularımızdan, nə də avtomatikləşmiş hərəkətlərimizdən xəbərimiz olmur. Və ifadə edilməyən hər bir söz, hər bir duyğu təbii ki, bizim qeyd elədiyimiz kimi daxilimizdə qalır, beynimizdə qalır. O ya bədən özünü bir şəkildə göstərir, ya da biz daima beynimizin içində danışırıq. Məsələn, bir situasiya yaşadınız, bir hadisə yaşadınız və siz həmin qarşınızdakı insana öz duyğunuzu, öz emosiyalarınızı, fikrinizi ifadə etməliydiniz, amma etmədiniz. Həmin situasiya bitir, siz sonra başlayırsınız həmin insan beyninizin içindəymiş kimi özünüzdən danışmağa. O situasiyanı yenidən yaşamağa, yenidən cavab verməyə, yenidən yaşamağa, yenidən cavab verməyə və bu artıq belə deyim də, təkrarlanan bir döngüyə çevrilir. Nəticədə nevroza, münbit şərait yaradır. Və siz onu necə ifadə edirsiniz? Kəş desəydim, kəş bunu da desəydim, bunu da bildirsəydim, gələn dəfə belə olmayacaq.
Bir də bunu yaşasın, bir də deyəcəm, amma yenə də həmin situasiya yaşanır və siz yenə özünüzü ifadə edə bilmirsiniz. Çünki artıq bu sizdə bildiyimdə avtomat avtomatikləşmiş davranışa çevrilib. Ən önəmli məsələlərdən biri də bayaqdan deyirəm ki, yəni qeyd elədim ki, daha az öncə bunu hiss eləmirik, hiss eləyə bilmirik. Bəlkə də hiss eləyirik, həm də görürük, amma susuruq. Niyə susuruq? Çünki bilirik ki, bunu dəyişdirə bilməyəcəyik. Dəyişdirmə yolunu bilmirik bəzən. Bəzən dəyişdirəcək gücümüz olmur. Müxtəlif versiyalar var. Yəni psixologiya o qədər spesifik bir sahədir, ta ki o insan gəlib sizin qarşınıza oturub və bütün məsələni danışıb analiz etməyənə qədər ehtimallar çox olur. Amma ümumilikdə saydığım bütün ehtimallar ola bilər. Hansı ki, orada hər hansı bir qorxunun olmağı, insanın özünü dəyişdirə biləcəyi bir gücünün olmaması və bunun da fərqində olmağı ona görə də basdırmaq və görməzdən gəlmək insan üçün daha rahatdır, daha belə deyim, münbit bir şərait yaradır ona. Bilməməzlik duyğusu. Belə. Müəyyən qədər duyğular haqqında danışmaq istədim. Bilmirəm video tam olaraq neçə dəqiqə oldu, onu editləyə də biləcəm. Amma sizinlə danışmaq çox qəşəng idi. Növbəti YouTube videosunda görüşərik.